Hər kəsə salam. Təsəvvür edin ki, xaos, dəyişkənlik və risk əslində qorxmalı olduğunuz şeylər deyil. Bugün biz məhz bu fikri irəli sürən çox vacib bir mövzunu Nassim Talebin qeyri-adi anti-kövrəklik, yəni anti-fragile fəlsəfəsini dərindən təhlil edəcəyik. Düzü, cəmiyyət olaraq riskdən qaçmağı o qədər öyrəşmişik ki, bəzən xaosun bizə necə xidmət edə biləcəyini tamamilə unuduruq. Odur ki, gəlin vaxt itilmədən dərhal mövzuya keçək və beynimizdəki o köklü düşüncələri biraz sarsıdaq. Sizcə kövrək sözünün tam əksi nədir? Yəqin ki, bir çoxunuz dərhal möhkəmlik, dözümlülük və ya qırılmazlıq deyə düşünürsünüz. Elə deyilmi? Amma bu, beynimizə yeridilmiş çox böyük və təhlükəli bir mifdir. Və biz bugün məhz bu mifi qıracağıq. Çünki dözümlülük sadəcə olaraq zərərdən qaçmaq, zərbəyə tab gətirməkdir, inkişaf etmək deyil. Əsl əks anlayış Talebin kəşf etdiyi anti-kövrəklikdir. Yəni, bir şey dözümlüdürsə, o şoklara sadəcə müqavimət göstərir və dəyişməz qalır. Lakin anti-kövrək sistemlər, onlar fərqlidir. Onlar şoklara, dəyişkənliyə, nizamsızlığa və hətta stresə məruz qaldıqca əslində bundan faydalanır, böyüyür və inkişaf edirlər. Yəni, stres onları məhv etmir, əksinə qat-qat daha güclü edir. Möhtəşəmdir, elə deyilmi? Bu inqilabi yanaşmanı tam anlamaq və həyatımızı tətbiq etmək üçün bugün 6 əsas prinsipi ardıcıllıqla incələyəcəyik. Triada, barbell strategiyası, via negativa, skin in the game, Lindy effekti və sonda xaosu necə qucaqlamalı olduğumuzu öyrənəcəyik. Başlayaq. Gəlin elə birinci konseptimizlə dünyanı 3 fərqli kateqoriyaya bölən triada ilə tanış olaq. Məsələni daha aydın etmək üçün qədim mifologiyadan kömək alaq. Təsəvvür edin, başının üzərində incə bir at tükündən asılmış qılıncla oturan Damokles kövrəkdir. Ən kiçik bir sarsıntı, bir külək əsməsi onu məhv edər, o yalnız mütləq sakitlik istəyir. Digər tərəfdə, küllərindən yenidən doğulan məşhur Feniks quşu var. O, möhkəmdir, zərbə alır, yanır, amma yenidən əvvəlki halına qayıdır. Lakin əsl antikövrək olan Hidradır. Bilirsiniz də, bir başını kəsirsən, yerinə ikisi çıxır. Bax bu, sarsıntıdan qidalanmaqdır. Riyazi olaraq baxdıqda hər şey daha da aydınlaşır. Diqqət edin, o qırmızı xətt kövrək sistemi təmsil edir. Gözlənilməz bir şok gəlir və sistem tamamilə çökür, sıfırlanır. Lakin mavi xəttə, yəni antikövrək sistemə baxın, o da sarsılır. Amma xaosdan sonra öz potensialını artıraraq əvvəlkindən daha yuxarı, daha güclü bir səviyyəyə sıçrayır. Bax, bizim bütün məqsədimiz həyatda və işdə o mavi xətt kimi olmaqdır. Bəs bunu necə edəcəyik? Təbii ki, ikinci prinsipimiz olan barbell, yəni ştanq strategiyası vasitəsilə. Deməli, anti-kövrəkliyi həyatımızda necə dizayn etməliyik? Barbell strategiyası bizə deyir ki, eyni ilə ştanq kimi mərkəzi boş qoyub uçlara fokuslanmalıyıq. Yəni, bir tərəfdə həyatınızı tamamilə zəmanətə alacaq, məhv olma riskini sıfıra endirəcək qədər ifrat təhlükəsiz qərarlar verin. Digər uca isə kiçik, amma tutarsa sizə nəhəng qazanc gətirə biləcək spekulativ risklər qoyun. Ortada qalan o mötədil, orta riskli yoldan isə tamamilə qaçın. Çünki o orta yol əslində ən böyük gizli təhlükələrin və səhvlərin yuvasıdır. Keçək üçüncü prinsipə, via negativa. Səslənişi qəliz olsa da fəlsəfəsi çox sadədir. Bilirsiniz, biz adətən problemləri həll etmək üçün həyatımıza davamlı nələrsə əlavə etməyə çalışırıq. Amma via negativa, yəni inkar yolu deyir ki, xeyr, mürəkkəb problemlərin həlli çox vaxt nə isə çıxarmaqdan keçir. Məsələn, daha sağlam olmaq üçün aptekdən bir ovuc yeni vitamin almaq əvəzinə sadəcə pəhrizinizdən şəkəri və emal olunmuş qidaları çıxarın. Və ya iqtisadiyyatda biznesi xilas etmək üçün yeni kreditlər cəlb etməyə əvəzinə gərəksiz xərcləri kəsib, borcları ləğv etmək qat-qat daha etibarlı bir yoldur. Çıxarmaq əlavə etməkdən daha güclüdür. Əgər biz hər şeyə nəsə əlavə etməyə, davamlı müdaxilə etməyə çalışsaq, sonumuz iatrogenika olacaq, yəni təbibin xəstəyə verdiyi zərər. İnsan bədəni və ya iqtisadiyyat bir maşın mexanizmi deyil, amma Talebin təbirincə desək, bəzi fragilistalar onları məhz mühəndislik layihəsi kimi idarə etməyə çalışırlar. Hər kiçik problemdə sistemə lazımsız müdaxilə edərək onu təbii streslərdən məhrum edirlər. Nəticədə nə olur? Sistem təbii immunitetini itirir və anidən gələn ilk böyük dalğada paramparça olacaq qədər kövrəkləşir. Dördüncü prinsipimiz isə bu cür zərərlərin qarşısını alan yeganə mexanizmdir. Skin in the game. Iatrogenikanın qarşısını almağın tək yolu hesabatlılıqdır. Yəni, oyunda payının olması. Qızıl qayda çox dəqiqdir. Hər kapitan öz gəmisi ilə birlikdə batmalıdır. Kimsə sizə məsləhət verirsə, fəlsəfə yürüdürsə və ya proqnoz verirsə, yanıldığı təqdirdə şəxsən nəsə itirməlidir. Şəxsi riskin yoxdursa, sənin qəbul etdiyin qərarların, dediyin sözlərin heç bir real dəyəri yoxdur. Təsəvvür edin, müasir dövrün ən böyük absurdluğu nədir? Bəzi korporativ rəhbərlər, bankerlər və ya siyasətçilər işlər yaxşı gedəndə milyonlarla bonus qazanırlar. Amma işlər tərs gedəndə, şirkət və ya ölkə çökəndə bu fəlakətin bütün bədəlini sıravi vətəndaşların cəmiyyətin üzərinə atıb özləri kənara çəkilirlər. Buna agentlik problemi deyilir. Skin in the game tətbiq olunmadıqca bu sistemli kövrəklik bizi həmişə təhdid edəcək. Beşinci əsas mövzumuz isə zamanla bağlıdır. Gəlin Lindy effektinə baxaq.
Risk və oyunda payın olması bizə nəyin işə yaradığını öyrədir. Amma nəyin əbədi qaldığını yalnız bir hakim müəyyən edir: zaman. Lindy effekti çox maraqlı bir riyazi modeldir. Baxın, biz insanlar yaşadıkça qocalırıq və ölümə yaxınlaşırıq, düzdür? Lakin ideyalar, kitablar və ya texnologiyalar kimi fiziki olmayan şeylər üçün bunun tam tərsi keçərlidir. Onlar yaşadıkları hər gün gələcəkdə daha çox yaşamaq ehtimalını qazanırlar. Əgər bir kitab artıq 100 ildir çap olunub oxunursa, böyük ehtimalla növbəti 100 ildə də oxumağa davam edəcək. Zaman onu gücləndirir. Buna görə də neomaniya adlanan xəstəlikdən sırf yeni olduğu üçün hər çıxan dəbdəbəli şeyə vurulmaqdan uzaq durmalıyıq. Yeni həmişə yaxşı demək deyil. Əsrlər boyu böhranlardan, müharibələrdən və xaosdan sağ çıxmış bir fikir, bir adət əslində qüsursuz dərəcədə antikövrəkdir. Və heç vaxt sınaqdan keçməmiş, parlaq amma kövrək olan yeni bir ideyadan qat-qat etibarlıdır. Və beləliklə gəlirik 6-cı, həm də ən həlledici dərsimizə: xaosu qucaqlamaq. Biz öyrəndik ki, xaos qaçmalı olduğumuz bir şey deyil. Talebin bu mövzuda mənim çox sevdiyim möhtəşəm bir statı var. O deyir: külək şamı söndürür, amma alovu alovlandırır. Təsadüflük, qeyri-müəyyənlik və xaosla da vəziyyət eynidir. Onlardan gizlənmək yox, onları öz xeyrinizə istifadə etmək lazımdır. Biz sadəcə olaraq o kiçik, titrəyən şam olmaqdan imtina edib, küləyin əsməsini həvəslə gözləyən, ondan güc alan nəhəng bir alova çevrilməliyik. İstər mürəkkəb bioloji ekosistemlərə baxın, istər təkamülə, istərsə də biznes və texnologiya sahələrinə. Mexanizm həmişə eyni işləyir. Sistemə kiçik dozalarda xaos, dəyişkənlik və stres əlavə etdiyiniz zaman bu sistem zəifləmir. Əksinə, xəbərdarlıq siqnalı alır, uyğunlaşır, təkamül edir və əvvəlkindən qat-qat daha sarsılmaz, daha güclü bir formaya keçir. Bugün öyrəndiklərimizi yekunlaşdırarkən istəyirəm bu sualı özünüzə verəsiniz. Həyatınıza, vərdişlərinizə, karyeranıza və ya qurduğunuz biznesə bir anlıq kənardan baxın. Gözlənilməz bir böhran, bir xaos qapınızı döyəndə nə edəcəksiniz? Sadəcə zərbədən qorunmağa, bir təhər saxtalmağa çalışan, əsən ilk küləkdə sönmək təhlükəsi yaşayan o kövrək şamsınız, yoxsa bu xaosdan qidalanıb daha da böyüyən fürsətlər yaradan o möhtəşəm antikövrək alov? Seçim sizindir. İzlədiyiniz üçün təşəkkür edirəm. Həmişə öyrənməyə və güclənməyə davam edin.